Çok sağ ol, var ol. Allah razı olsun. İçirsən? Yok. Dostum içirsən? Yok sağ ol. Ya Allah. Fit səsləndi və oyun başladı. Uğurlar hər iki komandaya. Başladı. 20'de. Ne kadar ne diyor kadar. Veremem ben. Sizə olduğunuzdan yaxşı oynayın. Olmaz. Sənin fəzlə gəlib baxın. Allah. Süleyman'a bazen çeşitli yetmiyor. Vallahi en yukarıda Emre Qadas. İkisi de. Yine de var. Gol! 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 Out. Out of YNTZ Qızılazlı komandasının oyuncusu və top meydana daxil oldu. Hal-hazırda oyunun ikinci dəqiqəsidir. Hesab 0-0'dır hal-hazırda. Olimpik Sabirabad 0, Qızılazlı Futbol Klubu 0. Oyunun 3-cü dəqiqəsi tamamlanıb. Gola bak, gol geldi. Rama gol dedi, gol atıyor. Əzim gün düşür yuxarıda, ona görə də. Mən aşağıda ikinci telefonu YouTube kanalı üçün video çəkirəm. Orada görüntü var, istəsəniz YouTube kanalında oyun bitəndən sonra tam hissəni izləyə bilərsiniz HD Ezan da formatda. var değil mi? Hocam sen proje puan mı dedi YouTube'ları? Puan söyledi YouTube. Qapıdan zərbə olacaq. Olimpik Sabirabad komandası qapıdan zərbəni yerinə yetirir. Hayır Rafi. Hayır Rafi. Hayır bak. Ha. Out. Top Qızılazlı komandasında. Olimpik Sabirabad. Gol.
pozisyon ha. Olimpik Sabirabad komandasıyla Qızılazlıq komandası oynayır. Azərbaycan Həvəskarlar Futbol Federasiyasının 4-1 kubok oynadı. Hal-hazırda oyunun 5-ci dəqiqəsidir və hesab hələ ki açılmayıb. Hara geçiyor? Pas pas. Evet çok. O gitti. Gitti. 11 ömre kaçan gördü ya. Allah'sa! Abla çıksana. Şimdi! Boka bak oynamaydı! Aşağı Yerin böyle boka bakma! Safran da koşun! Oldu bu ha. Ben bilmiyorum. Out. Або край пошту! Далі! Іди стоп! Allah'sa! Bravo! Koyma, koyma! Olimpik Sabirabad komandasıyla Qızılazlı Futbol Klubu da oynuyor. Hal-hazırda oyunun 9-cu dəqiqəsidir. 0-0'dır. Hələ ki hesab açılmayıb. Bravo!
Hələ ki oyunda təhlükəli gol epizodu yaranmayıb hər iki komandanın qapısına. Oyunun 10-cu dəqiqəsi də yekunlaşdı. Ümumi hesabda bərabərlik var. Hesabda açılış olmayıb 0-0'dır. Göran boyda Olimpiya İdman kompleksində sarı geyimdə olanlar Olimpik Sabirabad komandasıdır və göy ağ geyimdə olanlar isə Qızıl Acılı futbol klubudur. Bu epizodda təhlükəli gol epizodu yarana bilər, amma qapçı vaxtında çıxdı və topu götürdü. Təhlükəli epizod ola bilərdi. Oyunun ilk 11-ci dəqiqəsində ilk təhlükəli real gol epizodu yarandı. Olimpik Sabirabad komandasının aktivində. Out. Olimpik Sabirabad komandası out atışını yeni yetirəcək. Oyunun birinci hissəsi və 12-ci dəqiqəsi də tamamlandı artıq. Hesabda bərabərlik var. 0-0'da hesab hələ ki açılmayıb. Olimpik Sabirabad 0, Qızıl Acılı futbol klubu 0. Bir anlıq fasilə yarandı oyunda. Hakimi fiti gözlənilir. Etirazlar var mərkəzi hissədə. Oyun bərpa olundu və out atışını yeni etəcək Olimpik Sabirabad komandası. Oyun hal-hazırda 0-0'dır. Oyunun 13-cü dəqiqəsi tamamlandı. 13-cü dəqiqə tamamlandı. Sanki bir qədər fasilə var meydanda. Mən sizə belə göstəreyim. Su fasiləsidirmi, yoxsa nə ilə bağlıdır, tam aydın olmadı. Və nə ilə bağlıydı bu fasilə? Mən tam başa düşə bilmədim meydanda olan fasilə. Hesab 0-0'dır. Olimpik Sabirabad 0, Qızıl Acılı 0. Və Qızıl Acılı komandası təhlükəli epizod yarada bilər burada, amma yox. Olimpik Sabirabad komandası müdafiəçiləri buna icazə vermədi. Aksarlı qorucu saxlayırlar hal-hazırda bu dəqiqələrdən etibarən. Ümumi hesab 0-0'da. Oyunun 15. dəqiqəsi tamamlandı. Bir qədər Qızıl Acılı komandası anlaşılmazlığı oldu bu epizodda. Olimpik Sabirabad və Qızıl Acılı komandasıdır. Ölkə kubokunun 4-1 final mərhələsi. Qeyd edim ki, bu final mərhələsi bir oyundan ibarətdir. İkinci cavab oyunu olmayacaq. Məğlub olan tərəf mərhələni dayandırır, qalib gələn tərəf isə mərhələni davam edəcək. Əks hücum indi, amma yox. Əks hücum alına bilərdi, amma bir qədər tələsdi Olimpik Sabirabad komandasının orta mərkəz xəttinin oyuncusu.
Ama yine de top Sabirabad komandasındaydı. Ve itirildi. Qızılazlı komandasının hücumunu izləyə bilərik. Oyun hesabı 0-0'dır. Hələ ki oyunda hesab açılmayıb. Oyunun 16-cı dəqiqəsi tamamlandı. Oyunda cəmi bir real gol epizodu olub. Ondan da nəticə əldə edə bilməyib Olimpik Sabirabad komandası. Qapıçının inamlı çıxışı sayəsində, Qızılazlı komandasının inamlı çıxış sayəsində qapıçının təhlükə sovuşdu. İndi isə bu epizodda oy. Offside qərarı. Offside olmasaydı böyük ehtimalla bu epizod golla tamamlanacaqdı Qızılazlı komandasının aktivində. Amma oyundan kənar vəziyyət qeydə alındı, yan xətər kimi. Qapısı da bir qədər elə bir sanki yuxlamışdı Sabirabad komandasını, Olimpik Sabirabad komandasında. Out. Olimpik Sabirabad komandası out atışını yeni itirir. Oyunun 16-cı dəqiqəsi tamamlandı artıq. 17-ci dəqiqədəyik və hesab hələ ki açılmayıb. 0-0'dır. Olimpik Sabirabad 0, Qızılhacılı 0. Qapıya doğru sanki bir ötürmə idi, amma ötürmədən çox zərbə görsəndi meydandan kənarda, amma o da qeyri-dəqiq oldu. Qızılazlı komandası qapıdan zərbəni yeni itirir. Oyunun 18-ci dəqiqəsi tamamlandı, artıq hesab hələ ki açılmayıb. Qapıcı vaxtında topa müdaxilə elədi. Təhlükəli epizod ola bilərdi. Qayda pozuntusu. Olimpik Sabirabad komandası zərbəsini yerinə yetirəcək. Oyun hesabı hal-hazırda 0-0'dır. Oyunun ilk hissəsinin 19-cu dəqiqəsi tamamlandı. Tərəflər arasında cəmi bir real gol epizodu olub Olimpik Sabirabad komandasının aktivində. Bir də oyundan kənar vəziyyət qeydə alınıb. Hələ ki oyunda da rəsmi xəbərdarlıq olunmayıb. Zərmə zərbəsi yeni itirildi, amma top qapıcıda, Qızılazlı komandasının qapısında qaldı və oyuna daxil edə topu. Əks hücum ola bilər, amma bir qədər anlaşmamazlıq oldu. İndi isə Olimpik Sabirabad komandası hücuma çıxır, sağ cinahdan və mərkəzdən irəliləyirlər hal-hazırda. Qapıya doğru zərbə, amma çox qeyri-dəqiq alındı və dərhalda topu oyuna daxil edə Qızılazlı komandası qapıcısı. Hesab hal-hazırda 0-0'dır. Olimpik Sabirabad 0, Qızılazlı komandası 0. İndi burada təhlükəli epizod ola bilər Qızılazlı komandasının heyətində, amma qapıcı halal olsun. Həqiqətən halal olsun. Bu epizodda da topu təf eləyə bildi. Qayda pozuntusu. Ümid edir ki, ciddi nəsə yoxdur, çünki Qızılazlı komandasının oyuncusu yerdə də hal-hazırda zədəli vəziyyətdədir və hakim qərarına baxıram, görüm həkimi meydana daxil edəcək yoxsa yox. Ehtiyac olacaqmı? İnşallah ehtiyac olmaz. Ümid edir ciddi heç bir şey yoxdur. Yox, hər şey qaydasındadır.
Hakim canlı səthi təyin eləyir hal-hazırda. Zərmə zərbəsini Qızılazlı komandasının oyunçuları yerinə yetirəcək. Cərimə meydançasına bir qədər yaxın epizoddur. Buradan ev tapşırığı yerinə yetirərlərsə və yaxud da birbaşa da qapıya zərbə ola bilər təbii ki, amma verilən qərardan asılıdır. Zərbə oldu amma Olimpik Sabirabad komandasının müdafiəçilərində qaldı top. Təkrar zərbə, amma yox. Geri dəylik var zərbədə. Qızılazlı komandasının 19 nömrəli oyuncusu zərbəni yerinə yetirdi. Top bir qədər qapıdan aralı keçdi və hal-hazırda hesab 0-0'dır. Qapıdan zərbəni yerinə yetirəcək Olimpik Sabirabad. Meydanda biraz gərginlik var. Qeyd edelim ki, Olimpik Sabirabad komandasının heyətində. Allah. Bir anda top itirdi Qızılazlı komandası və burada həqiqətən tələmə var idi. Yəni belə tərəfkeşlik üçün çıxmasın təbii ki. Bu epizodda risk almaq da lazımdır, düzdür, amma qaydalar çərçivəsində mümkün qədər. Bu epizod amma qaydalar çərçivəsində bir qədər kənar idi və təhlükəli zonadır hal-hazırda. Cərimə meydançasının yaxınında, 2 metr yaxınlığında təxmini cərimə zərbəsini yerinə yetirəcək Olimpik Sabirabad klubu. Görək bu epizoddan nə nəticə əldə edə biləcək Olimpik Sabirabad. Oyunun 22-ci dəqiqəsi. Cərimə zərbəsini Samir yerinə yetirir. 7 nömrəli oyuncu Olimpik Sabirabad klubunun heyətində. Hesab 0-0'dır. Pit səsləndi və ötürmə idi, amma Olimpik Sabirabad komandasının oyuncularının heç birinə top çatmadı. Hücum amma davam edir sağ cinahdan. Təkrar ötürmə və Qızılazlı komandası müdafiəsi inamlı oynayır. Topu kənarlaşdırırlar cərimə meydançasından. İkincidən zərbə yerinə yetirir Olimpik Sabirabad klubu. Daha bir şans Olimpik Sabirabad üçün. Baxaq. Çox aralı düşdü. Cərimə meydançasına aralı düşdü bu ötürmə. Və out. Qızılazlı komandası əks hücuma çıxa bilər. Bir qədər ləncidilər amma sanki. Bəli. Bir qədər yox, xeyli ləncidilər. Top oyuna daxil oldu. Təkrar topu itirdilər. Olimpik Sabirabad komandası indi isə sol cinahından irəliləməyə çalışırdı. Bu dəfə onlar topu itirdilər. Qapıya doğru zərbə geridəyik. Və offside yox, geridəyik oldu bu epizodda. Ümumi hesab 0-0'dır. Oyunun 24-cü dəqiqəsidir, tamamlanır. Ağcabədi 4-0 udur. Təbrik edirik. Ağcabədi klubu da güclü komandadır təbii ki. Sol cinahdan Qızılazlı komandası hücum eləməyə çalışır. Ötürmə! Qapıcı da topu buraxmışdı, amma Qızılazlı komandasından topa sahib olan çıxmadı. Top hamını açdı. Bu dəfə müdafiədə Olimpik Sabirabad komandasının oyuncuları inamlı oynadı. İkinci dalğada topu uzaqlaşdırmaya çalışırlar. Bəli, elə də oldu. Mərkəz xəttə hücum planını qurmağa çalışır Olimpik Sabirabad. Baxaq görə nə nəticələnəcək bu epizod. Sağda boşluq vardı və bu boşluqdan yararlana bildilər. Sanki bir qədər yenə də geri oynamaq məcburiyyətinə qaldılar. Qapıya doğru zərbə edir və su fasiləsi. Bəli, su fasiləsinə çıxır komandalar. Oyunun 25-ci dəqiqəsi tamamlandı.
Hesabda bərabərliyi var, 0-0'dır. Qeyd edelim ki, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının 4-də 1 final mərhələsində ölkə kubokunda və qalib gələn tərəf növbəti mərhələni təmin edir. Tək oyunlu ikinci cavab oyunu olmayacaq. Bir qədər də bu qayda əsasən meydanda gərginliyi hiss eləyə bilirik. Çünki artıq ya davam olacaq, ya tavam olacaq hər iki komandanın adına. O baxımdan da meydanda gərginlik hiss olunur. Həm komandaların öz daxillərində, həm də rəqibə qarşı bir qədər gərginlik var. Təbii ki, bu normal haldır. Hal-hazırda siz Qızılazlı komandasına heyətini görürsünüz. Salam, salam. Mənə yaxşı tanıyasın. Təcrübə. Yadınızda gəlirdim, nə yan baxardım Qızılazlıda tanışsan oyunda da bizim oyunda. Siz deyirdiniz. Adı desən bəlkə tanıdım. A nöqtə. Hə, çox sağ ol, öpürəm. Necəsən? Yaxşı hər şey. Çıxanda da şəkil çəkdirərik. Hə, Allah. Hesab təxminlərinizi deyin görək. Kim udacaq 3-1? Qızılazlı. Bilirəm mi Qızılazlının özündəsin. İndi ola bilər də. 3-1 Qızılazlı desən. Sən necə desən? Kim? Qızılazlı. İndi siz azarkeş nöqteyi cəhətdən deyirsiniz də, oyuna baxanda nə deyirsiniz? Bu oyunun hansı komandalar? Salam, salam. Maşallah. Necəsən? Nova nə yox? Sən nə deyirsən? Bu oyun kimi da. Qızılazlı necəsən? 3-1. Mən güclü olan deyirəm. Hazır ki, mən tərəfçiyəm də, yəni mənə heç fərqi yox. Yo, mən hac qabulluyam. Mən tərəfsizəm. Kim güclü o uçsun. Meydanda kim yaxşı öz gücünü göstərə bilər, o qazansın. Hə? Hə, dəvət edir və gəlmişik çəkirik. Olimpik Sabırov komandası. Salam, haradır? Goranboy Olimpiya İdman kompleksidir. Azərbaycan Həvəskarlar Futbol Federasiyasının 4-də 1 final mərhələsidir. Kubok oyunudur. Bir oyundan ibarətdir. Məğlub olan tərəf mərhələni dayandırır. Qalib tərəf mərhələni davam etdirəcək. Oyunun 25-ci dəqiqəsində fasilə verildi, su fasiləsi verildi və komandalar yavaş-yavaş meydana daxil olur. Oyun hesabı isə hal-hazırda 0-0'dır. Hələ ki tərəflər arasında hesab açılmayıb. Hacı Ətəmli ölkə kubokundan çəkildi, amma liqada davam edirlər. Salam, hər vaxtınız xeyir olsun, yaxşısınız, necəsiniz? Qızılazlı komandası ilə Olimpik Sabirabad klubu oynayır. Oyun hal-hazırda 0-0'dır, su fasiləsi yekunlaşır artıq. Komandalar bir-bir heyətləri meydana daxil olur. Hakimi qərarını gözləyirlər. Sanki əlavə bir məsələ var Qızılazlı komandasının heyətində. Məşqçi və hakimlərlə məşvərət var. Meydanda görürsünüz yəqin ki. Baş hakim. Son yoxlamalarını elədi və pit səsləndi. Oyun qaldığı yerdən davam edir. Stop. Ela. Hesabda ümumi bərabərliyi var, 0-0'dır. Sağ cinahdan Qızılazlı komandası hücuma çıxmağa çalışırdı, amma bir qədər top geriyə düşdü.
mərkəzdən indi oyunu qurmağa çalışacaqlar. Oyunun 30-cu dəqiqəsidir. Əlavə 5 dəqiqə su fasiləsi olub meydanda komandalar arasında. Qızıl Azılı 0, Olimpik Sabiralı komandası 0 və qayda pozuntusu. Olimpik Sabiralı komandasının müdafiəsi burada rəqib komandanın oyunçusunu tutmuşdu və bu epizod da baş hakimiyə yaxın bir epizod idi. Görürdü açıq-aşkar və oyunu saxladı. Ümumi hesab 0-0. Cərimə zərbəsini yerinə yetirir Qızıl Azılı komandası. Birbaşa qapıya da zərbə ola bilər. Ötürmə olundu. Əks topuş oldu burada. Müdafiədən topu kənarlaşdırdı Olimpik Sabiralı komandası. Amma Qızıl Azılı klubu gücdən zərbəni yerinə yetirəcək. Daha bir şans Qızıl Azılı komandası üçün. Hesabı açmaq üçün ideal vəziyyəti və yerinə yetirdilər gücdən zərbəni. Qapıya doğru zərbə, amma yox. Zərbə deyildi bu, bir qədər. Təkrar zərbə, amma top azacıq fərqlə qapının üstündən keçdi. Qapıdan zərbəni yerinə yetirəcək Olimpik Sabiralı komandası. Hələ ki ümumi hesab 0-0'dır. Qızıl Azılı 0, Olimpik Sabiralı 0. Bir anda hesabı açmağa yaxın oldu Qızıl Azılı komandası. Orta boş bir tane, orta. Oyna, onda da bak. Qeyd edelim ki, tərəflər arasında hesab açılmasa, oyunun penallaşmaya gedəcək. Əlavə vaxt yoxdur bu turnirdə. Gösterme topu. Mərkəzdə gözəl paslaşmalar var Olimpik Sabiralı komandasında və top uzaqlaşdırdı müdafiədən. Qayda pozuntusu. Qızıl Azılı komandası cərimə zərbəsini yerinə yetirəcək. Dərhal yerinə yetirdilər. Sağ cinahdan oyun qurmağa çalışır Qızıl Azılı komandası. Ümumi hesabda 0-0'dır. Hələ ki hesabda dəyişiklik yoxdur. Qapıcı neylədi burada? Qapıcı gözəl bir toxunuş elədi. Və hesab açıldı. 1-0 Qızıl Azılı komandası. Hesabı açan tərəf oldu. Qapıcının burada etirazları var. Hesab açıldı əziz izləyicilər. 1-0 Qızıl Azılı komandası önə keçdi. Meydanda bir balaca gərginlik var. Baş hakimlə və qapıcı arasında bir diyaloq oldu. Səhv eləmirəmsə, bəli. Olimpik Sabiralı komandasının qapıcısı rəsmi xəbərdarlıq aldı. Sarı kart göstərildi qapıcıya. Etirazlar hələ də davam edir. Ben hesabımı Qonaqlar topu yenidən mərkəzdən oyuna daxil elədi. Qızıl Azılı 1,
Olimpik Sabirabad 0. Oyunun 34-cü dəqiqəsində hesab açıldı və ilk rəsmi xəbərdarlıq olundu Olimpik Sabirabad komandasının qapıçısına. Bir anda adi epizodda top itkisi Qızılazı komandasından Eylemeden ayakını koltuktan alır otur. Hayır bak. Olan mı oynamıyor? Qızılazı komandası vurub, heyətlə bağlı tam məlumatım yoxdur, ona görə adını səsləndirə bilmirəm. Ümumi hesab 1-0. Ev sahibləri öndədir. Qızılazı komandası 1, Olimpik Sabirabad 0. Sol cinahdan hücum planını işə salmışdı Olimpik Sabirabad komandası, amma ofsayt qərarı verdi yan xəta kimi. Oyunun 38-ci dəqiqəsi başa çatdı. Ev sahibləri hesabda öndədirlər minimal üstünlüklə 1-0. Out. Oynuyor, sütün oyundan oynuyor. Koyma, eşek sabah. Yaptınız. Qapıya doğru zərbə, amma top qapıçıda qalır. Birbaşa qapıçının üzərinə getdi. Bu epizoddan nəticə əldə edə bilmədi Olimpik Sabirabad klubu. Kaba. Gözəl bir epizod. Ay. Burada müdafiə gözəl bir hərəkətlə topu geri atdı. Əks halda hesaba bərabəri gətirə bilərdi Olimpik Sabirabad komandasının oyunçuları. Gözəl ötürmə. Qapıçı ilə təpəsi, qapıçı da çıxmışdı, amma hər şey yaxşı qutardı Qızılazı üçün. Təkrar top itkisi Qızılazı komandasında. Yenidən top itkisi. Meydanda bir qədər. Gözəl zərbə idi, amma yox, qapıçı gözəl müdaxilə elədi burada. 200-dən zərbə olacaq. Təkbətəyə çıxmışdı komandanın oyuncusu Olimpik Sabirabadda.
Artıq bu ikinci, daha doğrusu mən deyəcəkdim ki, üçüncü epizodda Olimpik Sabirabad komandasına real gol epizod şansına yararlana bilmirlər. Cərimə meydançasına ötürmə. Burada topa çatan kimsə olmadı Olimpik Sabirabaddan. Əküzüm ola bilərdi. Və topu uzaqlaşdırdılar meydandan müdafiəçilər. Qızılazlı komandası ağıt atışını yerinə yetirəcək. Gözəl hərəkətdir. Allah. Hələ ki top ondadır və qayda pozuntusu. Oynamak lazım değil mi? Hareket yok. Ümumi hesabda 1-0 öndedir Qızılazlı komandası. Qızılazlı 1, Olimpik Sabirabad 0. Oyunun 41-ci dəqiqəsidir. Cərimə meydançasında birbaşa ötürmə. Qapıya doğru başla zərbə, amma qapısı yerində. Qapısı yerində idi. Bu epizodda da Sabirabad komandasını, Olimpik Sabirabad komandası qapıçı namlı çıxış elədi. Topa sahib oldu. Əks halda ikinci topu qapısında görə bilərdilər. Sağ cinahdan hücum qurmağa çalışır Olimpik Sabirabad. Qayda pozuldu bu epizodda da. Cərimə zərbəsini yerinə yetirəcək Olimpik Sabirabad komandası. Zərbə yerinə yetirdi. Biri başa qapıya, amma çox xeyli yuxarıdan gedir bu zərbə. Artıq oyunun 43-cü dəqiqəsi tamamlanıb. Qeyd edelim ki, 5 dəqiqədə su fasiləsi olub. Yəqin ki, baş hakim ilk hissə 1-2 dəqiqədə əlavə eləyər. Adi epizodda top itişisinə yol verdilər. Bir şans daha Qızılazlı komandası üçün. İlk hissəni yekunlaşdırmağa yaxın, bəlkə hesabla bərabəri gətirə bilərlər. Yox, bu hücumdan da nəsə alınmadı. Top Qızılazlı komandasındadır və cərimə meydançasının yaxınlığından topu uzaqlaşdırdılar. Ümumi hesabda Qızılazlı komandası 1-0 öndədir. Qapıya doğru zərbə qapıcı gözəl uzandı topa. Zərbə də bir o qədər sanki qüvvətli deyil də, amma qapıcının o topa uzanmağı o zərbəni daha da gözəlləşdirdi. Gol. 2-0 adi epizodda. Fikir verin, adi epizodda bir qədər inamsız çıxış elədi Olimpik Sabirabad komandası müdafiəsi və ikinci topu qapısında gördü. 2-0 ev sahibləri 2-0 üstünlüklə fasiləyə yollanacaqlar. Elə görsənir. Artıq bir qədər vaxt qalıb ilk hissənin başa çatmağına və ev sahibləri Qızılazlı komandası 2-0 öndədirlər. Qızılazlı komandası 0, 2 Olimpik Sabirabad komandası 0. Oyunun 45-ci dəqiqəsi tamamlandı. İkinci qolu qapısında gördü Olimpik Sabirabad klubu oyunun 44-cü dəqiqəsində.
Vekili bırak tez tez. Out. Qızlar komandası at atışını yerinə yetirir. Çaşqınlıq, bir qədər çaşqınlıq. Olimpik Zavrova komandasında bir qədər çaşqınlıq yarandı. Koyma yere. Gözəl, baxın görəm epizodunda nə seçiləcək. Qapçı, yox, mən bir qədər elə bir qulu hesab elədim buna. Xeyr, qapçı gözəl bir qurtarış elədi. Bu epizodda 200-dən zərbəni yerinə yetirəcək Olimpik Sabirabad komandası. Çox gözəl bir epizod yaranmışdı, şans yaranmışdı. Birinci hissəyə minimal hesabla geridə gedə bilərdi. Artıq 2-0-la mənə elə gəlir ki, Olimpik Sabirabad komandası fasiləyə yollanacaq. Fərqi 1-ə endirə bilərdilər. Gözəl də imkan vardı, amma təəssüflər olsun ki, bu imkandan yararlana bilmədi Olimpik Sabirabad klubu. Cüzdən zərbəni yenə yetirəcəklər. Oyunun 47-ci dəqiqəsidir artıq. Əlavə vaxt gedir. Zərbə. Yenə qapdı, qeyri-dəqiqi zərbə. Və birinci hissəni yekunlaşdırdı oyunun baş hakimi. Ev sahibləri 2-0 öndə fasiləyə yollanırlar. Məğlub tərəf isə Olimpik Sabirabad komandasıdır. Az öncə fərqi 1-ə endirə bilərdilər, amma alınmadı. Bu oyundur təbii ki. Oyunda belə məqamlar olur. Hayatta bir tane diğerim atladı oldu.
Təlla. Hadi sen git sen çare. Hadi bir burada saçlı işte saçlı. Aparacaklar. Burada tüm vurması. Böyle burada vurması. Çox sağ ol, əzizim, çox sağ ol. Yavaş yavaş. Al öz yerlere. İkinci hissə start verildi. İlk hissəni önündə tamamlayan klub Qızılazlı komandası oldu. 2-0. Baha görə irəliləyən dəqiqələrdə hesabda dəyişiklik olacaq. Oldu değil mi? Gol gene oldu be. 3-0 oldu. Ben tərəfsizəm. Ben de sonuç dersi kalkak diyoruz. Yapılacak sasta poğutacak. Beni de bak çift sefer de ortaya. Parmağını kaçırdığı o burada yok ya burada. Ümumi hesab 3-0 Qızılazlı komandası 3, Olimpik Sabirabad komandası 0. İkinci hissənin artıq ikinci dəqiqəsində vuruldu gol, üçüncü gol. Koyma koyma. Allah. Sen bak. Topla. Bomba şimdi. Dördüncünü istedik, dördüncünü. Tamam bu. Sarka. Yavaşsa. Endi geldi evi. Yes. Bu kadar. Kardeş Azra. Senin daha bak hara kaydı sağ. Bana bir belki kim ortada. Ne provi? Aliski. Buradasın. Kömeyle. İntikama bak. Ha intikam. Boş tut ağzına.
Messi. Qaqa. Sol be, sol. Bu boz könəllə oturub orada bax. Tək oturub görsən. O bir dənə gəlsin də biraz zəm. Adı Fuaddır. Oy Fuat! Fuat! Eşit mi? Oy Fuat! On beri ay beri. Ya beri! Ay beri. Abra gəl də bura. Ay beri. Açıl dənə də ya Allah evitirsin. Fuat, Ola bak! oradan olar 50 ya haçarı və ya özün onunla getməz sukamı götürün gəlsin də zarat kompüteri 100 belə lazımdır. Ona çömeğe bak. Gol! Sana bak. Aslında sen şu. Ha? Yine sen öyle. Budur. Yalandan orada penal yok. Səsə verdi. Səsə verdi yalandan. Penal yoxdur orada. Səsə verdi yalan. Oyunun 59 dəqiqəsi baş hakim penaltı epizodunu dəyərləndirir hal-hazırda. Olimpik Sabirabad klubu vurulan 4 golun birinin bu göyə çıxa biləcəkmi? Onda nə məlam edəcək? Səsləndi. Oy. Nəyi qaçırdı burada? Vurulan 4 topun birini vura bilərdi, birini çıxa bilərdilər. Burada da birini unuttular. Manchester'ın onlarına bak. Manchester'da 2004'te çok rahat oldu. Qapıcı da bu epizodda. Maşında. Ali. Ben vuramadı, 3-1 demiştim, vuramadı 3-1.
Oyuncu dəyişikliyi Qızılazlı komandasında 8 nömrəli və 2 nömrəli oyuncu meydana daxil olacaq. Neçə neçədir? Nə? Neçə neçə? 4-0. 4-0. Ben 3 deyirdiler. 4 oldu da. 5 dəqiqə çalışmışlar. Aa 5 dəqiqə sonra. Qapıdan zərbəni yerinə yetirəcək Qızılazlı komandasının qapıçısı. Yaxın sol cinah pasla ötürmə elədi. Sol cinahda hal-hazırda topa sahib olan tərəf Qızılazlı komandası idi və bir anda topu itirdilər. Və qayda pozuntusu. Ayak korkusu. Zərbə zərbəsini yerinə yetirir Olimpik Sabral komandası. Birbaşa cərimə meydançasına ötürmə olunacaq. Belə də oldu. Ötürmə, amma müdafiəçilər uzaqlaşdıra bildilər. Meydanda zədəli oyunçusu var Olimpik Sabral komandasının heyətində. Avantaja buraxdı burada Başakim. Bir qədər sərt ötürmə var idi. Yine top tutucusu. Keçdi onu keçə bilərsin. Topunu da aldılar. Təkrar. Topsun. 5-ci qolun olmasına imkan vermədi bu epizodda. 5-ci qolun. Out. Ben çağırdı dedi ki Gol. 4-1. İkincisi nesinden gol vurdular? 1. Birincisi 2-0 idi. İkincisi nesinden vurdu? Dedim 3-1 olacak. Ha, onda 3-1.
Məncə 2 dənə qol vurdular. Məncə 2 dənə vurdular ya qardaş. Birinci dəqiqə başlayanda birini vurdular, sonra da birini vurdular. Yox. Demiş bro olacak. Onda o mən elə bildim ki, qoldur. O hepsi qol yapdı saxlamış. Anladın üstü bağlı ya. Gel lan. O dal satın da o. Sadece Murat Sade'nin sözlerden değil. Nasıl açtı? Birbaşa qapıdan oy. Dirəkdən döndü. Zərbənin yenə etiram Arif idi. Gözəl də bir zərbə idi. Alladı zərbə idi, amma dirəkdən döndü. Geçersen. Sağ ol, başka ne? Hayır olsun seni burada. Hadi 5 Şubat'ta bir resim alsana. Oyunda ikinci rəsmi xəbərdarıq. Qızılazlı komandasının heyətində sarı kart göstərir baş hakim. Hakim var la. Sadece telefon ile orada yattı komanda. YouTube atacaq. Komanda yattı. Yat eğer satın oturdu. Mən həvəskaram. İstəmirəm istəyirəm. Sağ ol, Allah razı olsun. Arif topun başında və zərməz zərbəsini yenidən təkrar. Alladıcı zərbə, amma qeyri-dəqiqlik var. Öndəki epizodda çox az fərqlə qeyri-dəqiqlik vardı, amma bu epizodda isə tamam fərqli bir zərmə zərbəsini yerinə yetirdi. Olimpik Savrat komandası 8 nömrəli oyuncusu Marif. Ümumi hesab 3-1 Qızılazlı komandası önündəyim. 1 saat 10 dəqiqə tamamlamışıq artıq. Bir dəqiqədə sanki başladı zərbə qeyri-dəqiq olundu. Oyundan kənar vəziyyətləri yox idi bu epizodda. Hadi kalsın dedim.
Olmasa sen. Yere değse çekti. Allah kaka. Sen sanırsın diye burada kaldı. Ne var ya? Bak doldurup bulsun bir ama. Evet başla. Gel tamam. Korkma oyna. Hala. Koyma. Koymazsın. Su fasiləsi. Ümumi hesab Qızılazılı 3, Ben demiştim. Olimpik Sabirabad 1. Su fasiləyə yollandı komandalar. 1 saat 13 dəqiqəni geridə qoymuşuq. Təbii ki, fasilənin çıxmaq şərtinə. Abdullahi. Asi. Çok şükür. Yere koyma kaka. Yok. Orada ne var idi? İşte yok oyna. Avantaj oyna işte yoktu. Yaxşı metod tapdılar. Ne var bu? Ben ona göre birinden alıyorum. Niye sen veriyorsun? Boş duruşu sen. Düz qapısının üzərinə. Hay sahanda. Oradan boştu. Oradan bak. Çık. Sen oradan bak. Çık. Bunu da
Lahanda. İkinci topu Ömer'in qətir bura, 8'i veriyor. 8 burada işləmir. Bas solun qətir bura. Oğlum 9'u qətirsən bura gol olacaq. Orta var. Hadi be yapma hepsi. Anlatmalıydı. Ya sen bırak o işi, bırak o işi. Gol. Offside, offside, offside. Alo. Alo. Sağ ol, yaxşı olur. Sen sağ ol. Tamam. Hadi tamam abi. Seni kaydaram, gelirim. Yok, yok, şakiyasız değil, şey yok. He. Ne var ülkenin ne diyor? He. İçeriden temizlemek olmaz. Dinleyebilirse. Yok. Oo, 3-2. Ümumi hesap 3-2. Qızılazılı 3. Olimpik Sabran komandası 2. Vurulan 3 topdan 2 topu cevabı geldi. Göre hesabda bərabərlik əldə olunacaqmı? Oy 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 oy. Offside. Səhəsi offside qeyd olundu deyəsən.
Qapıdan zərbəni yeni yetirəcək Qızılazlı komandasının qapıçısı. Birbaşa mərkəzə doğru. Hava topu mübarizəsi. Müdafiənin arxasına ötürülən pas, qapıçı da çıxıb mövqeylə və top yan xəttdən kənarlaşdırıldı. Ümumi hesabda 3-2 Qızılazlı komandası öndədir. Alt atışını görək. Necə dəyərləndirəcəklər? Birbaşa cərimə meydançasına mı yoxsa? Yox, yaxından ötürülmə verildi. Gözəl paslaşmalar mərkəzdə, amma burada qeyri-dəqiqlik oldu. Out. Kraya bir pası, kraya bir. 1 saat 20 dəqiqə. 1 saat 20 dəqiqədə arada fasilə də olur da hesabla. Qeyri-dəqiq zərbə. Ya bir dakika değiştir abi ne uçuyor? Çok tez değişti. Değişmeyin de olur. Ne kadar yolculuk bakasın yaptın. Hemen gel çok gel hemen. Opa! Tamam şuna bak. Tamlara bak. Hadi bak tamam şuna bak. Hadi tamam. Oğlum verdi. Hadi gir kraya, xəttə gir. Xəttə. Oy 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 oy. Oy oy oy. Nəyə qaçırdı, nəyə qaçırdı? Yenə də offside-dir, amma qərar bəli, offside qərarıdır. Bir saat 25 dəqiqədir, məndə fasilədə var. Çok tez değişti. 65 yıl 50 yıl. Şimdi sen başını değiştir. Buyurun o 11 numaralı yıkatır.
Geçersen kardeş, geçersen ha. O da güzel. Yoktu, yoktu. Bir de kal oldu. Allah hakkı yok idi. Yok idi. Allah hakkı yok idi. Zaten offside. Sağ Şiva. Allah hakkı yok idi. Yok mu yok mu? Sen de yok idi. O offside'a yer vurma. Vallahi yok. Ay kırmızı! Kalk, kalk ver, kalk. Kalk ver. Kalk! Kalk ver, kalk. Baklava. Yalan düşme, yalanlaman düşme. Yok idi. Allah hakkı yok. Orada var. Bol var. Buradan çəkirək, o offside görənməsin. Görmürəm, pası belə baxır. Hə, istidə baxarsın. Yok, tamam. Koyma koyma hiç şuna valla. O şeydi. Elə bilim bu oldu. Ferro, hadi Ferro. Mikrofon alın. Abi bir ters oldu mu bir de şey Salamlar müəllim, nə dərsiniz? Və müəllim burada oturmuşdu. Geçmesini bir də baxsın. Kardeş güçlü olma Ferdi. Kaka Kraydeş! Yok yeter yok. Hey, çık doğru senindi. Bir dakika şuraya şeyde var ha. Şeva vaktinde ver. Değil mi? Eşe, valla eşe. Eşe o gitti. Offside gözde. Birine, birine. Geçti onu. O da göze. O da eşe. Sen milletin faaliyetin olmaz. Yalandan Sağ ol doktor. Dir baba sen. O da geçti. Şey. Ver biz altı dakika biz kalıptayız. Koy. Sağ ol bagaj. O da gözü. Bagaj sağ ol. Hey. Şöyle bak.
Aç ağzından çürü. Bu adamlar olsa da onda kadar olacak. 9 olacaklar. Oyna Fırat'cığım kardeş. Ay Semo! Dur hele! Bakın sağ ol Pavel. Sağ ol Pavel. O da göz aşağı. Cema atla atla. Aç ağzından o kadar bir yerine. Aç ağzından en güzel olur. Oslo yoğurdu oynar. Söz edelen bu yüzüyle. Kim zedelendi? Hadi Ali. Hadi. Zami. Yap. Bu bir tabusundan da. Haydi abi. Hanım dayanında değişer. O da geçer. Bir de Bak bak. İzle. Hop hop. Evet talı. Değiş buraya. Kaka sen de. Ele kaka ele. Gel. Savaşı. Eş oğlum gel. Hayır. Sen çömel öyle. Bizim kızına bakladın. Kaçına bakladın. Zami. Ömerli. Girdi içeri. Baka. Bak gel Artırma gibi. Hamı da artırma gibi. Su verin. Su verin, su verin. Allah belanı versin, su verin. Savaşı. Artırma direkt. Sakla hamı. Sakla. Ver. Gitme. Sen tut da kal.
Ay oturun. Kendine değmez bu peşte. Şu iki tane abi. Geçiyor bunlar masaların önüne. Üçü gol metro. Ay sen. Ay çocuğun içine kal. Ama atılmadı. Adam rahatsız Açıyor paralar, o parası stadyona veriyor. Tamam sen kaçma. Tamam sen kaç şimdi. Aksiyon yok. Yok burada da Gayet oyna. çıkıyor, gayet çıkıyor. Bırak oldu. Tamam sahada. Hem çocukta da çıkıyor sabır. Abi Erol. Alati. Lan Alati. Allah sağ ol. Çek kıza bırak. Koyma, koyma. Bas. Bravo Serkan Mehmet. Bravo. Sen de kaç sen de. Bir şey yok da oyna. Oynama, oynama. Koy abi baba. Sağ ol Kavaş, sağ ol. Yaşa yaşa. Hadi da. Hadi da. Hadi da. Tabi'den çık, tabi'den çık, çık. Bak, bak abi. Oyun bitti. Oyunun ümumi hesabı 4-2. Qızılazlı komandası növbəti tur mərhələsində vəsiqə qazandı. Qalib tərəf olaraq təbrik edirik. Olimpik Sabirabad klubu isə 4-2 məğlub olaraq mərhələni bu turda dayandırdı. Uğurlar arzulayırıq hər iki komandaya. Yaxşı sinyal, sinyal yazıcı. Aşağılara beraber. Masanda gəlsin ağaçlar. O ver bizim yerine sen salamat çıxartmışsın.
Var. Gördüm